Hər kəsə salam. Mən bugün sizə 1 iyun 2025-ci ildə keçirilmiş qəbul imtahanlarında 3-cü qrupdan coğrafiya fənni üzrə istifadə olunmuş test tapşırıqlarının izahını verəcəm. Ölkədə əmək ehtiyatlarının 53% qeyri-maddi, 32% isə maddi istehsal sahələrində çalışır. Deməli, biz burada ilk öncə 53% ilə 32% toplamalıyıq. Bu edir 85%. Deməli, əmək ehtiyatlarının 85%-i çalışır. 85%-i çalışırsa, əmək ehtiyatlarını da ümumi 100% götürsək, 100%-dən 85%-i çıxsaq, bu edir 15%. Deməli, 15% işsizdir. İndi isə tənasüb qururuq. 4,5 milyon işsiz olduğuna görə yazırıq ki, 4,5 milyona 15%, ümumi əmək ehtiyatlarına da 100%. Yəni, x-a 100%. Buradan da x bərabərdir 30 milyon. Doğru cavab olacaq B bəndi. 2 nömrəli test tapşırığına baxaq. Qızılağac Milli Parkı Lənkəran vilayətində deyil, Kürçəkəkli vilayətindədir. Ona görə birinci səhvdir. Bozdağ silsiləsi Kürdağ-Araz çökəkliyindədir. O da Kürdağ-Araz çökəkliyi tektonik zonasındadır. 2 doğrudur. Hərəmi düzü Kiçik Qafqaz vilayətində deyil, Hərəmi düzü Kürçəkəkli vilayətindədir. Ona görə 3 səhvdir. Şərur düzü Orta Arazda, Orta Araz əyilməsində, Qızyurdu zirvəsi Lənkəranda, Kiçik Qafqaz qalxmasında. Doğru cavab C bəndi. 3-ə baxaq. Qalay, dəmir filizi və fosforitin şərti işarələri verilmişdir. Ona görə də biz burada doğru cavab kimi A bəndini götürə bilərik. 4-ə baxaq. Qazaxıstan, Estoniya, Özbəkistan. Ərazisi 2 qitədə yerləşir. Təbii ki, Qazaxıstanın 1-ə A-nı götürək, 1-ə A olmayanları çıxaq. Pambıqçılığın inkişafı üçün əlverişli şərait təbii ki, Özbəkistandadır. 3-ə B-ni götürək. Əhalisi Türk dil qrupunun Qıpçaq qoluna aiddir. Bu da Qazaxlardır ki, Türk dil qrupunun Qıpçaq qoluna uyğun gəlir. Mərkəzi Asiyada əhalisi ən çox olan Türk dilli dövlət Özbəkistandır. Əhalisi Ural dil ailəsinə aid olanda Estonlardır. Doğru cavab olacaq A bəndi. Musson meşələri və ekvatorial meşələri üçün ortaq və fərqli cəhətlər istəyir. Cənub-şərqi və şərqi Asiyada daha geniş ərazilərdə yayılmışdır. Təbii ki, musson meşələri. İl boyu bu meşələrə 200-300 mm yağıntı düşür. Təbii ki, ekvatorial meşələr. Burada məskunlaşan əhali keçidin birinci mərhələsindədir. Təbii ki, ekvatorial meşələrdə Amazon qəbilələri. Tropik işıqlanma qurşağında yerləşəndə hər ikisidir. Suvarma şəraitində çəltikçilik məlum məsələdir ki, musson meşələrindədir. Ona görə doğru cavabımız olacaq D bəndi. 6-ya baxaq. Doğru ifadələri müəyyən edin. Qütb enliklərində səthin albedosu zəifdir. Xeyr, əksinə, qütb enliklərində səthin albedosu yüksək olur. Antisiklonun mərkəzində yüksək təzyiqdir. Doğru fikirdir. Udulan radiasiyanın miqdarı səth örtüyünün xarakterindən asılıdır. Doğru fikirdir. Havanın temperaturu ilə mümkün buxarlanma tərs mütənasibdir. Bu, təbii ki, yanlış fikirdir. Əksinə, düz mütənasibdir. Qitələrin daxilinə doğru kontinentallıq artır. Doğru cavab D bəndi. Azərbaycan Respublikası ərazisinin geosinklinal qurşaqda yerləşməsinin nəticələri. Fəal seismikliyə malikdir. 1-i götürəcəyik. Uçqun bənd mənşəli göllər yaranmışdır. 5-i götürəcəyik. Cavan dağlar formalaşır. 4-ü götürəcəyik. 1, 4, 5. Doğru cavabımız olacaq B bəndi. 3120 məlum məsələdir ki, Kükü dağdır. 3616 da Dəli dağdır. A-dan B-yə. 4-cü məntəqə D bəndi. 9 nömrəli testə baxaq. Bir saat yağış suyu 5-ci. Köndələn çaya yeraltı su yazıb, amma köndələn yeraltı deyil, yağışdır. Həm də 6-cı çay köndələn deyil, qarqardır. A bəndi olmaz. Naxçıvan çaya yağış yazıb, yeraltıdır. Göyçay yeraltı doğrudur, amma bir saat qar deyil, yağışdır. C səhvdir. Qusarçay qarbuzlaq, qarqar yeraltı. Qarqar yeraltı deyil, yağışdır. 6 olmaz. Yəni, qarqar yeraltı olmaz, D səhv. Y bəndi doğru fikirdir. Köndələn çay yağış suları, Samur çay qarbuzlaq suları. 10 nömrəli testə baxaq. Ümumilli məhsul və ümumdaxili məhsula aid bir tapşırıq göstərilib burada. Ümumilli məhsul 360-dır. Ümumdaxili məhsulu isə 420-dir. Ölkə
Ölkə şirkətlərinin xaricdə yaratdığı məhsulların dəyəri 66 milyard dollardır. Ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər 66 milyard dollardırsa, bu 66 milyard dolların ümumilli məhsulda payı var. Çünki ümumilli məhsulda milli şirkətlər ölkə xaricində, bir də milli şirkətlər daxildə. 360-dan 66 çıxırıq. Bu edir 294. Deməli, ümumilli məhsulun ölkə daxilindəki dəyəri 294 milyard dollar təşkil edir. Ümumdaxili məhsulda isə həm xarici şirkətlərin payı var, həm də milli şirkətlərin payı var. Və bizim burada tapdığımız 294 həm də aiddir ümumdaxili məhsula. Çünki ümumilli məhsuldakı daxili şirkətlər həm də ümumdaxili məhsuldakı milli şirkətlər eynidir. Hər ikisi eynidir. Daha sonra isə 420-dən 294 çıxırıq. Bu da edir 126. Çünki onların hər ikisində ölkə daxilindəki milli şirkətlərdən söhbət gedir. Ona görə bu həm ümumilli məhsulda var, həm də ümumdaxili məhsulda var. Bizdən də faizlə dəyərini istəyir. Deməli, biz tapdıq 126, 126-ya x faiz və ödəmədə yaratdığı dəyəri istədiyinə görə 420-yə x və biz də buradan x-i tapaq. 420-yə 100% və biz də buradan x-i tapaq. 126-nı vururuq 100-ə, bölürük 420-yə. Bu da bərabərdir 30%. D bəndi. 11-ə baxaq. Azərbaycanın şimal və cənub ucqar nöqtələrinin yerləşdiyi iqtisadi rayonların oxşar fərqli xüsusiyyətləri. Filiz mənşəli faydalı qazıntılar təbii ki, fərqli cəhətdir. Çünki qeyd olunan iqtisadi rayonlar Şəki-Zaqatala və Lənkəran-Astara iqtisadi coğrafi rayonlarıdır. Oxşar cəhət olaraq filiz mənşəli faydalı qazıntıları götürə bilmərik. Bu fərqlidir. Şəki-Zaqatalada var, Lənkəranda yoxdur. Bir fərqlidir. Mülayim isti iqlimdə meyvəçilik hər ikisində inkişaf etdirilib. Birində qərzəhli, birində sitrus, iki ortaq cəhətdir. Xarici ölkələrlə sərhədi dağ silsilələrindən və çaylardan keçir, doğru fikirdir. Xarici ölkələrlə sərhədlər silsilələrdən və dağlardan keçir. Talış dağlarından, Baş-Qafqaz silsiləsindən, Bulqar çaydan, Qanıq çaydan və s. Bütün inzibati rayonları xarici ölkələrlə həm sərhəddir. Şəki-Zaqatalada hə, Lənkəranda yox, ona görə fərqlidir. Çaylar Kür hövzəsinə aiddir, fərqli cəhətdir. Çünki Lənkəranda çaylar birbaşa Xəzərə tökülür, Kürə yox. Tektonik sınma boyunca bulaqlar səthə çıxır, doğru fikirdir. Y bəndi. Eyni ölkəyə aid olmayan limanlar istəyir. A bəndində hər biri Yaponiyadır, B bəndində Rusiya, D bəndində Türkiyə, Y bəndində Amerika Birləşmiş Ştatları. Lakin C bəndində İtaliyada verilib, həmçinin Almaniya verilibdir, Fransa verilibdir, fərqlidir. Doğru cavab olacaq C bəndi. 13 nömrəli test tapşırığına baxaq. Gəncə, Daşkəsən, Dağlıq, Şirvan iqtisadi coğrafi rayonları. Fərqli cəhətlər istəyir. Üzümçülük hər birində var, oxşardır, ona görə 1 olmaz. Dağ mədən sənayesi inkişaf etmişdir, fərqlidir. Gəncə Daşkəsəndə inkişaf edib, Dağlıq Şirvanda inkişaf etməyib. Bir də yanar şist ehtiyatları fərqli olacaq. Çünki yanar şist Dağlıq Şirvanda var, Gəncə Daşkəsəndə yoxdur. Doğru cavab olacaq A bəndi. Burada iki iqlim qrafiki verilmişdir. Birincidə göründüyü kimi yayda yağış az, qışda yağış çox, yayda temperatur yüksək, qışda temperatur aşağı və temperatur mənfiyə düşmür. Temperatur minimum 9, orta illik temperaturdan söhbət gedir. Maksimum 29-da dayanıb. Həmçinin temperatur xətti belədir, yəni tərsinə deyil. Belə olduğuna görə də şimal yarımkürəsindədir. Söhbət gedir şimal yarımkürəsinin Aralıq dənizi. Şimal yarımkürəsinin Aralıq dənizində yerləşən məntəqə bilirik ki, 5-ci məntəqədir və həmin məntəqə zeytun istehsalına görə seçilir. Ona görə də doğru cavabımız olacaq C bəndi. İkinci məntəqədə isə gördüyünüz kimi bu xətt əyri olduğuna görə söhbət gedir cənub yarımkürəsində. Yayda temperatur yüksək, qışda temperatur aşağı. Həmçinin qışda yağış az, yayda yağış çox. Bilirik ki, bu xüsusiyyət aiddir cənub yarımkürəsinin
subekvatorialına. İkincidə 1 və D. Çünki Braziliya yaylası ərazisi dəmir filizi və boksit ehtiyatları ilə zəngindir. Qış otlaqları biz bilirik ki, olan ərazi nə çox isti olmalıdır, nə çox soyuq olmalıdır. Aqroqlim ehtiyatları yüksək olmalıdır. Düzən ərazi olmalıdır qış otlaqları. Məsələn, ifrat rütubət olmaz. Mənfi olmaz. 2-ni götürək, B bəndi. İl ərzində gecə-gündüzün uzunluğu arası fərq azdırsa, biz götürməliyik ekvatora yaxın. Burada da ekvatora ən yaxın 12 cənub enliyidir. Ona görə 1-ə A. Yeni ili daha gec qarşılayırsa, qərb uzunluğundadır. Ona görə 2-yə B. Qütb gecə-gündüzləri müşahidə olunursa, təbii ki, qütbə yaxındır. Qütb işıqlanma qurşağındadır və yeni ili daha tez qarşılayırsa da, o 180 dərəcəli meridiyana yaxın olmalıdır. Burada da 180 dərəcəli meridiyana ən yaxın olan 174 dərəcə şərq uzunluğudur. Həm 180 dərəcəli meridiyana yaxın olmalıdır, həm də şərq yarımkürəsində olmalıdır ki, yeni ili daha tez qarşılasın. Yeni ili daha gec qarşılaması üçün isə qərb yarımkürəsində olmalıdır. Dunay və Kalima çaylarının su sərfi yaz aylarında çoxalır. 1 düzdür. Mekong çayının hövzəsi 2 işıqlanma qurşağında 2 də düzdür. Ladoqa gölü mülayim işıqlanma qurşağında 3 də düzdür. Çünki Ladoqa gölü Rusiyada qütbə yaxın yerləşsə də şimal qütb dairəsindən cənubdadır. Şimal qütb dairəsi ilə şimal tropiki arasındadır. Ona görə mülayim işıqlanma qurşağına düşür. Səhvlərimiz 4, 5, 6-dır. Balxaş gölü 2 ölkə deyil, 1 ölkədir. Tanganika əyilmə deyil, sınmadır. Afrika çaylarının çoxusu Hində yox, Atlantika tökülür. Çünki Nil çayı, ən uzun çaylar, ən bol sulu çaylar Kongodur, Nildir, Nigerdir. Bunlar Atlantika tökülür. 18-ə baxaq. Qarayazı, İlisu və Qaragöl. Yerləşdiyi fiziki coğrafi rayon üçün həm mülayim isti, həm soyuq iqlim var. İlisu qoruğu Zaqatala Lahıc fiziki coğrafi rayonunda yerləşir ki, həmin fiziki coğrafi rayonda da həm mülayim isti var, həm soyuq var. Ona görə 2-yə A götürəcəyik, 2-yə A olmayanları çıxaq. Tektonik çökmə zonasında yerləşən təbii ki, Qarayazıdır. Çünki Qarayazı qoruğu bilirik ki, kür çökəkliyində yerləşir. Mezozoy yaşlı suxurlar zəngindir təbii ki, İlisuda, yəni Zaqatala Lahıcda. Düzən meşələri var. Düzən meşələri mühafizə olunur təbii ki, Qarayazı qoruğunda. Maqmatik suxurlar da təbii ki, Qaragöl qoruğundadır. Çünki o Qarabağ vulkanik yaylasında yerləşir. Doğru cavabımız olacaq Y bəndi. Burada türk dili qrupu verilmişdir. Məsələn, Karaimlərdə Bulqardır. Bundan sonra Özbəklər Uyğurdadır. Üçüncüyə Qırğızda yazıb, üçüncüyə Qaqavuzda yazıb. Oğuzda Qaqavuzdur. Amma Qıpçaqda Noqay deyil. Oğuzda Qaqavuzdur, Qıpçaqda Noqay deyil. İkincidə Uyğur. Uyğur doğru oldu. Deməli, üçüncüdə Oğuzlar da Türkmanlar. Qırğızlar Qıpçaqda. Uyğuru götürməliyik. Uyğurlar Özbəkdə və Bulqarlarda Karaimdə. Doğru cavabımız olacaq C bəndə. 20 nömrəli testə baxırıq. Kartofu təbii ki, Amerika üçün götürə bilərik. Qəhvəni götürmək olar Braziliyaya. Çayı da Şri Lankaya. Doğru cavabımız olacaq A bəndi. 21-ə baxaq. Qərb Avropa ölkələrinin iqtisadi coğrafi mövqeyini səciyyələndirən əlamətlər. Biri-biri ilə sıx qonşuluq doğrudur. Bütün ölkələrin dünya okeanına birbaşa çıxışının olması yanlış fikirdir. Bütün ölkələr çıxmır. Region ölkələrinin hamısında hasilat sənayesinin inkişaf etməsi yanlış fikirdir. Mühüm dəniz quru ticarət yollarına yaxındır. Doğru fikirdir. Atlantika yaxındır, Aralığa yaxındır. Şərq Avropa ölkələri ilə qonşuluq doğru fikirdir. Şərq Avropa ölkələri ilə qonşudur. Ərazisi fəal seismik zonada bütövlükdə, təbii ki, biz götürərik bura İslandiyanı, 1-C. Bütövlükdə fəal seismik olmaz Belarus.
Belarus ərazisi qədim platformadadır. Finlandiya ərazisi qədim platformadadır. Həm fəal seismik, həm platformada olan Türkmənistan və Kanadadır. Kanadanın qərbi geosinklinal şərqi platforma, Türkmənistanın cənubunda Kopet dağ geosinklinal, şimal hissəsi cavan platforma, Turan platforması. Doğru cavab A bəndi. 23-ə baxaq. Karpat dağlarına aid olan xüsusiyyətləri müəyyən edin. Yerləşdiyi ölkələrdə əhalinin təbii artımının birinci tipi doğru fikirdir. Bütövlükdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ərazisində yanlış fikirdir. Hamısı inkişaf etmiş ölkə deyil. Avropanın ən uca zirvəsi burada deyil. Çaylara əsasən Atlantika tökülür. Doğru fikirdir. Cod yarpaqlı meşələr yanlışdır. Orada enli yarpaqlı meşələrdir. Litosfer tavalarının konvergentindədir. Doğru fikirdir. Bering boğazı Koreya ilə Yaponu ayırmır. Amma Torres boğazı Cape York'la Yeni Gvineya adasını ayırır. Polk boğazı Hindistanla Şri Lankanı ayırır. Zond boğazı Malakka ilə Sumatranı ayırmır. Orada Malakka boğazıdır. Hudson boğazı Labradorla Baffini ayırır. 2-3-5. Doğru fikirləri deyir ki, müəyyən edin. Böyük Sarıcı dağların qərbində savanna seyrək meşələr doğru fikirdir. Həqiqətən də qərbi savanna seyrək meşələrdir. Filippin və Madagaskarda tropik iqlim var. Yanlışdır. Filippində tropik yoxdur. Şərqi Asiyanın ən uzun çayı tranzit deyil. Çünki ən uzun çayı yansızıdır. O da bir dənə Çindən keçir. Tranzit olması üçün bir yox, bir neçə ölkədən keçməlidir. Pasxa və İslandiya adaları divergent sərhəddə doğru fikirdir. Yəni litosfer tavalarının ayrılmasındadır. Almaniya və Amerika Birləşmiş Ştatlarında təsərrüfatın 4-cü sektoru inkişaf etmişdir. Doğru fikirdir. Çünki biz demişik ki, inkişaf etmiş ölkələrdə təsərrüfatın 4-cü sektoru olan informasiya inkişaf etmişdir. İnformasiya sektoru. Yüksək məhsuldarlığa malik əkinçilik istehlak yox, əmtəə tipli olur və bu da inkişaf etmiş ölkələrə aid olur. Ona görə 6 səhv oldu. Doğru fikirlər 1, 4 və 5. Burada bizə miqyas verib və Bakı şəhəri ilə eyni enlikdə, Bakı 40 şimal enliyindədir. Bakı ilə eyni enlikdə 20 şərq uzunluğu və 60 dərəcə şərq uzunluğu arası məsafə 6 santimetrdir. Bizə də miqyası verib, miqyasdan 5-0 silərik və həqiqi məsafəni taparıq. 500 vurulsun 6 bu edir 3000 kilometr. Bu oldu bizim həqiqi məsafə və biz bu həqiqi məsafəni miqyasla tapdıq. İkinci əməldə biz yenə həqiqi məsafə tapacağıq, amma bu dəfə dərəcə fərqi ilə. 60-dan 20 çıxdıq, etdi 40 dərəcə. 40-ı vuracağıq 111-ə. (85,4-ə), çünki 40 dərəcə şimal enliyindədir. 40 dərəcəli paraleldə də 1 dərəcəli qövsün uzunluğu 85,4-dür. Bu da edir 3416 kilometr. Bu da oldu həqiqi məsafə. Deməli, biz 2 dənə həqiqi məsafə tapdıq. Birini miqyasla, birini də dərəcə fərqi ilə. Təhrifi tapmaq üçün yadda saxlayın. Miqyasla tapdığımız həqiqi məsafə ilə dərəcə ilə tapdığımız həqiqi məsafə arası fərqi tapırıq. 3416 çıxılsın 3000, bu da bərabərdir 416 kilometr. Bu da oldu bizim təhrifimiz. 27-yə baxaq. Məlum məsələdir ki, qışı quraq keçən mülayim istiqlim Qanğayriçayda, yayı quraq keçən mülayim istiqlim Lənkəranda, qışı soyuq yayı quraq keçən yarım səhra quru çöl iqlimi isə Şərri Ordubadda yayılmışdır. Y, C və A. Turfan çökəkliyindən -155 metr dərinlikdə. Şimal-qərb istiqamətində, deməli, Turfan çökəkliyindən başlayıb şimal-qərbə doğru gedib. Biz də bilirik ki, Turfan çökəkliyi Çinin ərazisində yerləşir və şimal-qərbə doğru quru yolu ilə hərəkət etmişdir və iki qitənin sərhəddində yerləşən bir relyef formasına çatmışdır. Təbii ki, bizim tez ağlımıza Ural dağları gəlir ki, Ural dağları Avropa və Asiya qitəsinin sərhəddində yerləşir. Ən hündür zirvəsinə çatmışdırsa bizim ağlımıza 1895 ilə Uralın ən uca zirvəsi olan Narodnaya gəlir. Davam edək. Müşahidəçi çatdığı zirvə ilə hərəkətə başladığı çökəklik arasında 205 mm civə sütunu təzyiq fərqi olduğunu gördü. Deməli, başlamışdı -155-də və həmin o çatdığı məntəqə arasında gördü ki, 205 mm civə sütunu təzyiq fərqi var. Biz də bilirik ki, yüksəkliyə doğru hər 10 metr qalxdıqca təzyiq 1 mm civə sütunu düşür aşağı. X metrə 205 mm civə sütunu
Buradan da x bərabər olacaq 2050 metrə. Deməli, bu hündürlük fərqi 2050 metrdir. Və biz zirvənin hündürlüyünü tapmaq üçün -155-in üzərinə gəlməliyik 2050-ni. Bu da bərabər edir 1895 metrə. Deməli, çatdığı zirvənin hündürlüyü 1895 metrdir ki, bizdə də 28-ci tapşırıqda onu istəyir. Biz bu həlli elə 28-ci tapşırığa yazacağıq. Relyefin adını istəyir, yazacaqsınız Ural dağları, Narodnaya zirvəsi, 1895. Davam edək. Müşahidəçinin hərəkət etdiyi marşrut üzrə apardığı qeydlər aşağıdakılardır. Marşrut xətti mülayim işıqlanma qurşağı daxilində yerləşir. Doğru fikirdir. Çatdığı relyef formasının geosinknalın sonuncu mərhələsindədir. Bəli, biz bilirik ki, geosinknalın inkişafında sonuncu mərhələ 4-cü mərhələdir. 4-cü mərhələ platforma mərhələsidir və biz demişik ki, qədim dağlar platforma mərhələsindədir. Ural dağları da həqiqətən qədim dağdır. Çatdığı relyef formasında maqmatik mənşəli suxurların geniş yayılması. Həqiqətən də Ural dağlarında biz bilirik ki, maqmatik metamorfik suxurlar geniş yayılmışdır və buna görə də filiz mənşəli faydalı qazıntılarla zəngindir. Marşrut üzrə keçdiyi ölkələrin türk dilli xalqların yaşaması həqiqətən də marşrut üzrə Qırğızistan, Qazaxıstan kimi ölkələrdən keçir ki, burada da türk dilli xalqlar yaşayır, türk dilli, müstəqil türk dövlətləridir. Müşahidəçinin çatdığı relyef formasına aid olan xüsusiyyətlər də təbii ki, deyəcəksiniz ki, qədim dağdır, faylı dağdır, ən uca zirvə Narodnayadır. Həmçinin iki ölkədə yerləşir, Rusiyada, Qazaxıstanda. Həmçinin yüksəklik qurşağı müşahidə olunur da deyə bilərsiniz. Həmçinin 1895 olduğuna görə orta dağlıq ərazidir. Çünki yüksək dağlıq olması üçün gərək hündürlüyü 2000-dən çox olsun. Yəni bu kimi qeydlər apara bilərsiniz. Mətnə əsasən müşahidəçinin marşrut üzrə keçdiyi ərazilərə aid olan xüsusiyyətləri istəyir və cədvəldə yazılmasını tələb edir. Hansı ölkələrdən keçdiyini soruşa bilər. Məsələn, Qırğızistan, Qazaxıstan yaza bilərsiniz. Keçdiyi ölkələrdə yaşayan xalqların aid olduğu, məsələn, türk dili qrupunu soruşa bilər. Məsələn, bunlardan yaza bilərsiniz ki, Qıpçaqdır. Bundan başqa sizdən, məsələn, ölkələrin adını qeyd edə bilərsiniz. Təbii zonasını soruşa bilər. Səhra, yarım səhra, çöl, meşə, çöl, inyarpaqlı meşələr təbii zonalarından, məsələn, qeyd edə bilərsiniz. Ki, həmin təbii zonalardan keçdiyi marşrut xətti üzrə. Bunları qeyd etmək olar. İqlim ancaq mülayim iqlim deyil. Çox güman ki, cədvəldə bunu da soruşub. Yəni, bu kimi xüsusiyyətlər, hansı xüsusiyyətlər soruşulursa, siz onları qeyd edə bilərsiniz. Mən hər kəsə uğurlar arzulayıram. Sağ olun.